Əziz izləyicilər, zəhmət olmasa videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Onu nəinki Azərbaycan, bütün dünya tanıyırdı. Gənc yaşlarında dünyadan köçdü. Söhbət elə, söhbət Vasmoyskidən gedir. Hüseynov söhbət Cəmiloğlu. O, 1963-cü il aprelin 1-də anadan olub. İlk məhkumluğunu 15 yaşında, yəni 1978-ci ildə yaşayıb. Qrozny şəhərindəki uşaq koloniyasına göndərilib. 17 aydan sonra Şuşa qapalı qazamatına etab olunub. Burada erməni Vertuxayı yaşladığına görə 3 ildə srokunun üstünə srok əlavə olunub. 1988-ci ildə azadlığına qovuşub. 1990-cı ildə yenidən dəmir barmaqlıqlar arxasına göndərilib. 1994-cü ildə Lotu Bəxtiyar, Yetim Hüseyin, Dağlı Cavanşir, Meyran Quluoğlu Ənvər, Slavik Bakinski, Sabrabadlı Hikmət və bir neçə gürcü oğruların iştirak etdiyi Sxotkada tazlandırılıb. Lotu Bəxtiyar söhbət Vasmoyskini kriminal aləmin imamı adlandırırdı. Söhbət 1995-ci ildə maşınında silah saxladığına görə yenidən həbs olunur. Söhbət Vasmoyskidə Dağlı Cavanşir kimi çox tez rəhmətə gedib. 1997-ci il martın 26-sında dünyasını dəyişib. Bülbülə məzarlığında dəfn edilib. Allah rəhmət eləsin. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın.